Bu günlər biz indikatorlarla bağlı təcrübə aparacağıq. Təcrübəni bizim 7 A sinifimizin şagirdləri Əzimov Rəşad və Əhmədli Aysa aparacaq. Bilirik ki, indikatorlar turşu və qələmi ümidi yoxlamaq üçün olan maddələrdir. Biz bugünkü təcrübəmizdə təbii indikatorlardan, qırmızı kələm suyundan və sarıköz suyundan istifadə edəcəyik. Qırmızı kələm suyunda indikator rolunu oynayan maddə antosiyanindir. Sarıközdə isə kurkumin adında maddədir ki, bu da turşu və qələmin içərisindən müxtəlif rənglər verəcək. Təcrübəmizi Əhmədli Aysa aparacaq. İlk təcrübəmizdə qırmızı kələm suyuna xlorid turşusu əlavə edəcəyik və bu məhlulun nə rəng olduğunu müşahidə edəcəyik. Məhlulun rəngi qırmızı rəngə boyandı. Növbəti təcrübəmizdə sarıkök suyuna xlorid turşusunu əlavə edib məhlulun hansı rəng olduğunu müşahidə edəcəyik. Turşunun təsirindən məhlul sarı rəng qalır. Növbəti təcrübəmizdə qırmızı kələm suyuna soda məhlulu əlavə edəcəyik və məhlulun nə rəng olduğunu müşahidə edəcəyik. Soda məhlulu qələbə olduğundan kələm suyunu mavi rəngə boyadı. Bu təcrübəmizdə isə sarıkök suyuna naşatır spirti əlavə edirik. Naşatır spirti qələbə olduğundan bu rəng alındı. Bu təcrübəmizdə qırmızı kələm suyuna ammonium nitrat əlavə edib məhlulun nə rəng olduğunu müşahidə edəcəyik. Ammonium nitrat turş mühit verdiyindən məhlulun rəngi dəyişdi. Sonuncu təcrübəmizdə qırmızı kələm suyuna sabunlu su əlavə edəcəyik. Sabunlu su qələbə olduğundan məhlul bu rəngə boyandı.